Salam əziz dinləyicilər, xoş gördük hər birinizi. Bugün sizə hər gün istifadə etdiyimiz, amma əsl gücünü çox zaman bilmədiyimiz bir möcüzəvi qida haqqında danışacağım. Bu, mətbəximizin vazkeçilməzi olan sarımsaqdır. Bəs sarımsaq həqiqətən nə edir? Niyə əsrlərdir həm yemək, həm də müalicə üçün istifadə olunur? Və ən əsası, heç düşünmüsünüzmü ki, hər gün sarımsaq yesək, bədənimizdə nə baş verər? Elə ona görə də bu videoda sarımsağın faydalarını, zərərlərini və düzgün istifadə qaydalarını sizlərə öyrədəcəm. Odur ki, videonu sona qədər izləməyi, bəyənməyi və kanala abunə olmağı unutmayın. Sarımsaq insanlıq tarixində ən qədim və ən çox istifadə olunan təbii qidalardan biridir. Onun tərkibində olan faydalı maddələr orqanizmə çox güclü təsir göstərir. Bu maddələr sarımsağa həm kəskin qoxu verir, həm də onun antibakteriyal, antiviral və iltihab əleyhinə xüsusiyyətlərini təmin edir. Sarımsaq təkcə qida kimi deyil, həm də təbii müalicə vasitəsi kimi min illərdir istifadə olunur. Sarımsağın ən vacib xüsusiyyətlərindən biri immun sistemini gücləndirməsidir. Müntəzəm şəkildə sarımsaq qəbul edən insanlarda orqanizm daha güclü olur və müxtəlif viruslara qarşı müqavimət artır. Xüsusilə soyuq dəymə, qrip və digər mövsimi xəstəliklər zamanı sarımsaq orqanizmi qoruyan təbii qalxan rolunu oynayır. O, bədəndə olan zərərli mikroorqanizmlərlə mübarizə apararaq xəstəliklərin daha tez sağalmasına kömək edir. Sarımsaq ürək-damar sistemi üçün də olduqca faydalıdır. O, qanda pis xolesterinin səviyyəsini azaltmağa kömək edir və damarların daha elastik olmasına şərait yaradır. Bu isə qan dövranını yaxşılaşdırır və ürəyin işini yüngülləşdirir. Müntəzəm istifadə olunduqda sarımsaq infarkt və insult riskini azalda bilər. Eyni zamanda qan təzyiqini aşağı salmağa kömək etdiyi üçün hipertoniya xəstələri üçün də faydalı hesab olunur. Bununla yanaşı sarımsaq güclü antioksidant təsirə malikdir. Antioksidantlar orqanizmdə sərbəst radikallarla mübarizə aparır və hüceyrələrin zədələnməsinin qarşısını alır. Bu isə yaşlanma prosesini yavaşlada bilər və müxtəlif xroniki xəstəliklərin yaranma riskini azalda bilər. Sarımsağın bu xüsusiyyəti xüsusilə uzun müddətli sağlamlıq üçün çox önəmlidir. Sarımsaq həmçinin həzm sisteminə də müsbət təsir göstərir. O, mədə şirəsinin ifrazını artırır və qidaların daha yaxşı həzm olunmasına kömək edir. Bağırsaqlarda olan zərərli bakteriyaları azaldaraq faydalı mikrofloranın inkişafına dəstək verir. Bu isə şişkinlik, qaz və qəbizlik kimi problemlərin azalmasına səbəb ola bilər. Digər tərəfdən sarımsaq qaraciyərin fəaliyyətini dəstəkləyir və orqanizmin toksinlərdən təmizlənməsinə kömək edir. Bu səbəbdən sarımsaq detoks üçün istifadə olunan təbii vasitələrdən biri hesab olunur. Sarımsağın antibakteriyal xüsusiyyətləri onu təbii antibiotik kimi tanıdır. O, bakteriyaların çoxalmasının qarşısını alır və iltihabi prosesləri azaldır. Bu xüsusiyyət sayəsində sarımsaq bəzi infeksiyaların qarşısını almaqda və ya onların təsirini zəiflətməkdə köməkçi rol oynaya bilər. Sarımsaq həm də qan şəkərinin tənzimlənməsində müəyyən rol oynaya bilər. Bəzi araşdırmalar göstərir ki, sarımsaq insulin həssaslığını artırmağa kömək edə bilər. Bu isə şəkər xəstəliyi riskini azaltmağa və ya mövcud vəziyyəti idarə etməyə dəstək ola bilər. Bununla yanaşı sarımsaq saç və dəri üçün də faydalıdır. Saç köklərini gücləndirə bilər, saç tökülməsini azalda bilər və saçların daha sağlam uzanmasına kömək edə bilər. Dəriyə tətbiq edildikdə isə onun antibakteriyal xüsusiyyətləri sızanaq və digər dəri problemlərinin azalmasına kömək edə bilər. Amma sarımsağın faydaları ilə yanaşı bəzi zərərləri də mövcuddur. Məsələn, həddindən artıq sarımsaq istifadə etmək mədə-bağırsaq sistemində narahatlıqlara səbəb ola bilər. Mədə yanması, qıcqırma, ürək bulanma və qarın ağrısı kimi hallar yarana bilər.
Xüsusilə həssas mədəsi olan insanlar sarımsağı ehtiyatla istifadə etməlidirlər. Sarımsaq qanı durulaşdıran təsirə malik olduğu üçün bəzi hallarda təhlükəli ola bilər. Qan durulaşdırıcı dərman qəbul edən şəxslər sarımsağı çox istifadə etdikdə qanaxma riski arta bilər. Bu səbəbdən belə insanlar sarımsaqdan istifadə etməzdən əvvəl mütləq həkimlə məsləhətləşməlidirlər. Eyni zamanda bəzi insanlarda sarımsağa qarşı allergik reaksiyalar da yarana bilər. Bu özünü dəridə qızartı, qaşınma və ya digər reaksiyalar şəklində göstərə bilər. Belə hallarda sarımsaq istifadəsi dərhal dayandırılmalıdır. Hamiləlik və əmizdirmə dövründə də sarımsaqdan istifadə edərkən ehtiyatlı olmaq tövsiyə olunur. Həddindən artıq istifadə bəzi hallarda narahatlıqlara səbəb ola bilər. Sarımsağın ən effektiv istifadə forması onun çiy şəkildə qəbul edilməsidir. Çünki bişirildikdə bəzi faydalı maddələr azalır. Lakin çiy sarımsağın dadı və qoxusu hər kəs üçün uyğun olmaya bilər. Bu halda onu yeməklərə əlavə edərək və ya digər qidalarla birlikdə istifadə etmək mümkündür. Gündəlik olaraq az miqdarda sarımsaq istifadə etmək orqanizm üçün kifayət edir. Həddindən artıq istifadədən qaçmaq isə sağlamlıq baxımından daha doğru yanaşmadır. Nəticə olaraq demək olar ki, sarımsaq həm çox güclü faydalara malik, həm də düzgün istifadə olunmadıqda müəyyən risklər yarada bilən təbii bir qidadır. Onu balanslı şəkildə istifadə etməklə sağlamlığınızı dəstəkləyə və bir çox xəstəliklərin qarşısını almağa kömək edə bilərsiniz. Əziz dinləyicilər, sonda onu da qeyd edim ki, bu video məlumat xarakteri daşıyır. Əgər hansısa sağlamlıq problemi yaşayırsınızsa, öz həkiminizlə məsləhətləşin.